3-4 cürə suda pişmiş yeməyə qoyublar, göy bu pəhrizdir, onu it də yeməz. Qida sistemi çox dəhşətli bir vəziyyətdir. Və o dövrdə olan, Sovet dövründə olan işlərin hamısını məhv elədik, qabağını aldıq. Deməli, onlar mənim kimi dəli deyirlər ki, gedib qəpik quruşa işləsinlər. Onun özünün imzaladığı məktubu ona göndərmişdim ki, bu 20 nəfər, 25 nəfər var. Bunlar hazırdır, bunu kursa göndərək. İlk Novruz bayramını Moskvada keçirtdim. Yanmaq lazımdır, buna baş lazımdır ki, bunu başa düşərlər. İlk dəfə dünyada mətbəxin, milli mətbəxi patentləşdirən Fransa, Azərbaycan və İtaliya bir yerdə başladı. Biz olduq. Kişilikdən deyil, bu oyda adama etibar edirlər. Vaxtında yatsınlar, qaranlıqda dursunlar. Başlayaq, bəli. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Azart efirdədir və bugün də olduqca maraqlı bir qonağımız var. Təqdimata böyük ehtiyacı olan bir insandır. Ehtiyacı olmayan? Yox. Mən ricadımı desəm də. Bunu reklam verəcəyik. Təqdimata həqiqətən böyük ehtiyacı olan bir insandır. Bu qadınlar ömür boyu məni yıxıb sürüyüblər. Artıq kimin olduğu bəlli oldu, amma mən bütün hallarda yenə də təqdimat eləyəcəm. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Türk Dünyası Mətbəx, Kültür, Elm və Sənətlər Birliyinin prezidenti, Şöhrət ordenli, Yeni Qida Nəzəriyyəsinin banisi, 36 kitab müəllifi və minlərlə məqalə müəllifi, Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru və nəhayətdə Tahir Əmiraslanov. Xoş gəlmisiniz Tahir müəllim. Xoş gördük. Çox xoşdur sizi bugün görmək və istərdim elə şablon olaraq bir sual verəcəm, amma mütləq bu suala bir cavabınız lazımdır. Biz bir halda ki, siz bizim qonağımızsınız, milli mətbəxin qorunması, yəni bu formada bir frazalar, sözlər çox eşidirik. Ümumiyyətlə bu qorunma sözü təkcə sözdədirmi, yoxsa həqiqətən qoruya bilirikmi? 1985-ci ildə biz yaratdıq. Türk dünyasında, İslam dünyasında və Sovetlər aləmində və sosialist dünyasında ilk kulinariya təşkilatı Azərbaycanda yarandı, Gəncədə. Və o dövrdən qarşımıza qoyulan məqsədin biri Azərbaycan mətbəxinin əsas məqsədimiz nədir? Toplanması, onun tədqiqatı, sistemləşdirilməsi və qorunması ümdə məsələ idi. Və bu məsələləri başladıq elədik. Nəhayət 91-ci ildə, mən 89-cu ildə bir yazı yazdım. Sovetlər Birliyində bir jurnal var idi. 1.200.000 tirajla çıxırdı. Pitanyevski jurnalı. Və orada 28-ci ildən jurnal fəaliyyət göstərirdi. Azərbaycan haqqında demək olar ki, yazmırdılar. O jurnalda bir erməni mətbəxi məqaləsi verilmişdi. Həm də bu elmi praktik jurnalı idi, qəbul olunurdu. Mən diş durmadım, Gəncədən ona cavab yazdım. Çünki çox təsir elədi ki, bunlar bizim xörəklərimizni niyə uğurluyurlar? Getdim, bunlar çap eləmək istəmirdilər və mən dedim ki, əgər siz mənim cavabımı çap eləməsəz, onda Almanyada Narung jurnalında, yəni qida jurnalı var, mən alırdım oradan Almanyadan Narung, bir də Baker und Konditor jurnalı alırdım, hələ tələbə ikən. Orada çap elətdirəcəm, bu da SSR Ticarət Nazirinin jurnalıdır, yeganə jurnaldır və böyük bir biabırçılıq olacaq. Onlar da yığışdılar, SSR Ticarət Nazirinin mavini başda olmaqla SSR-nin Qida İnstitutu direktoru, nə bilim, alimlər, filan jurnalın redaksiyası bir yerdə bir 20 nəfər bana bir məktub ünvanladılar. Amma həmin məktubun üstünə bir dənə də yazıb bu Azərbaycan Respublikasının Ticarət Nazirinə göndərdilər ki, müəllifi sakitləşdirin və lazım orqanlara xəbər verin. Yəni o vaxt KGB idi, nə deyirdilər, dövlət təhlükəsizliyi. Bəli. O vaxtda sağ olsunlar mənim dostum Yusif Ələkbərov, Ticarət Nazirinin müavini var idi, Məmmədzadə və nazir özü də bunlar məni qorudular.
və Gəncədən Bakıya gətirdilər. Biz də 87-ci ildə artıq Bakıda elmi konferanslarda bu ideyanı göndərirdik ki, belə bir bizə təşkilat lazımdır ki, mətbəxi qorusun. İctimai təşkilatdan başqa, həm də biz qeydiyyatdan keçməmişdik. Bizim Milli Kulinariya Mərkəzi Assosiasiyası birinci yarandı. Biz SSR Kulinariya Təşkilatında yaranmasının əsasında durduq və mən həmin SSR Kulinariya Assosiasiyasının təbliğat şöbəsinin rəisi oldum. Bəlkə burada otura bunları eləyirdik və ermənilərin qarşısını almağa başladıq. Amma məni oraya eləyəndən sonra gəldik burada 85-ci il, 87-ci ildə və 89-cu ildə Bakıda dekabr ayında böyük bir elmi konferans keçirdik Azərbaycan mətbəxinin vəziyyəti haqqında və onun nəticələrini saxladıq və başladıq işləməyə. SSR məcmuələrinə Azərbaycan mətbəxini yeritdik, qəbul eləmirdilər. Sonra digər işləri gördük. İlk Novruz bayramını Moskvada keçirtdim mən 90-cı ildə. Və bu qan qadalı illərdə informasiya blokadasını yarmaq üçün Moskvadan neçə dənə televiziyada biz Novruz bayramında keçirtdik. Moskvada başqa işlər bizi müqəddəs millət kimi gördülər, təmiz millət kimi başladılar müsbət şeylər eləməyə. Və 91-ci ildə, yəni mən 89-cu il dekabrında Bakıya gəldim. Və o müddətdə də Ticarət Nazirinin nəzdində bir elmi mərkəz var idi, elmi nailiyyətlərin tətbiqi. Orada İctimai İşi şöbəsinin rəisi oldum mən. Və bir il, 3 aya deyək ki, indi sabah inşallah bayramdır, 1991-ci ildə Dövlət Təşkilatı Milli Kulinariya Mərkəzini yaratdıq. O mərkəz dövlətimizin əlində bir silah oldu. Amma mərkəzdə biz çox fəaliyyət göstərməyə çalışırdıq, güclü. Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim fəaliyyətimiz çox gücləndi. Necə? Dövlətdə pul yox idi, heç nə yox idi. Dövlət təşkilatını biz şəxsi vəsaitimizlə saxlayırdıq. Maaşları, ezamiyyələri mən öz cibimdən verirdim, dostlarımın cibindən verirdim. 94-cü ildə Heydər Əliyev Dünya Kulinariya Konqresinə məndən bir məktub göndərdi, o məktubu mən apardım. Hesab eləyin ki, 94-cü il. Bəli. Hələ təzəcə hakimiyyətə gəlib özü 93-ün axırlarında, 94-ün oktyabr ayında, belə, aprel ayında mən gedirəm Norveçə, Dünya Kulinariya Konqresinə və bütün dünyada fikirləşir ki, Azərbaycan dağılacaq. Belə bir çətin şəraitdə, iqtisadi çətinlik, ölkədə qarmaqarşılıq, xaricdən təcavüz, xaosun içində ölkəyə təzəcə prezident təyin olunmuş adam kulinariyaya diqqət yetirir və Dünya Kulinariya Konqresinə məktub göndərir. Böyük bir risk. Hissdən başqa artıq dünyada başladılar inanmağa ki, bu adam Azərbaycanı saxlayacaq, xilas eləyəcək. Çünki dövlət başçısı inanmasa bunu eləyər, bu boyda vur-havur, bu boyda işin içində, təcavüzün içində, daxildən, xaricdən göndərir. Bu balaca məsələ deyildi. Və bu nə verdi bizə? Biz orada təzədən başımıza yığışdırır, ayrıca pres konferans keçirtdik. Dünya jurnalistlərinin hamısı oradaydı, çox böyük. Orada məqalələr, Azərbaycan haqqında məlumatlar, informasiya blokadası dağıdılır, amma Heydər Əliyevin uzaq görənliyi və bizim birəcə maliyyə vəziyyətimiz yüngülləşdi. Dövlət hələ pul vermir, amma nazirlər, dövlət adamları, təzəcə dirçələn jurnalistlər, hamı üzünü bizə çevirdi ki, Heydər Əliyev bunlara belə fikir verirsə, bunun yanında olmaq lazımdır. Bəziləri doğrudan istəyirdilər, bəziləri gördülər biz millətə xidmət edirik, bəziləri də özlərini Heydər Əliyevə göstərmək üçün ki, bir karyeramı görsünlər bunları ki, bunlar bunlardır. Amma hər halda Heydər Əliyevin bircə dənə məktubu bizi göyə qaldırdı. Və o da bizim işlərimizi görürdü, buna qədər nə eləmişik, nə varmışıq. Və Allah rəhmət eləsin, Ulu Öndər 97-ci ildə bizi büdcə saldı və bu təşkilat da hətta onda baxı pul olmayan vaxt idi. Mənə büdcədən şey də ayırmışdılar ki, mən bir xidməti maşını alım, bir sürücü saxlayım. Mən o pulu, çünki mən o pulu xərcləyə bilməzdim, maşın ala bilməzdim. Həm bu boyda etimat göstərmişdi prezident, həm də cəmaatdan utanırdım. Mənim Jigulim var idi, almışdım 06 bir dənə köhnə.
Bu ola mən ikinci maşını nə edəcəm? O pulu dəst başqa şeydə xərcləmək olmazdı, büdcəyə qaytardı. Ki, bu kişilikdən deyil, bu boyda adama etibar edirlər. Və o təşkilatın da nizamnaməsi nə idi? İlk növbədə yuxarıda Azərbaycan mətbəxinin öyrənilməsi, bunun elmi tədqiqatları yazmışdı. Nazirlər Kabineti ki, bu sahədə elmi müəssisələr və tədris müəssisələri fəaliyyət göstərmir. Buna görə bu yarandı. Bəli, önəmli məqamdır. Yəni həm də yazılı bir tədqiqat. Mətbəxin öyrənilməsi, toplanması, deməli, tədqiqatı, tətbiqi və təbliğatı və qorunması. Qorunma nizamnamədə birinci yerdədir. Çünki 70 il ərzində mətbəximizi aparmışdılar və sübut eləmişdilər və dünya səviyyəsindəki Azərbaycanın mətbəxi yoxdur. Təsəvvür eləyin ki, o dövrdə bizim bir Azərbaycan mətbəxinin bir dəsturar məcmuəsi yoxdur. İndi bizdə ona reseptura məcmuəsi deyirlər, amma Azərbaycanca dəstur. Dəsturar məcmuəsi var idi, orada 200-ə yaxın xörəyimiz var idi. Biz bu illər ərzində 2500 xörəyinin dəsturunu qoyduq ortaya, bir o boyda da qoymaqdayıq. Möhtəşəm. Və biz onu qorunmaq. Bu prosesi belə deyək də yeni əsrdə necə transfer eləyə bildiniz? Yəni bu proses olaraq qorunma dünyəvi şəkil ala bildimi? Əlbəttə ki, bəs bilirsiniz, bir şey qurulanda mütləq onun elmi əsasları varsa. Bəli. Və bu təbliğatı da davam etdirmək üçün o tədris olunmalı, öyrədilməlidir. Biz bu mərhələləri eləyə bildik özümüzdə. Və ondan sonra biz çölə çıxanda 93-cü ildə ilk dəfə Maltaya apardıq komandaları. Bir çox şeylər gördük, göstərdi, aşpazların beyni dəyişdi. Aşpazlığa münasibət dəyişdi, sənətə münasibəti dəyişdik və bu orada hamısı qızlar gedirdilər. İndi oğlanların əlindən məktəblərdə yer yoxdur. Çox maraqlı məqamdır. Çünki kişi sənəti hesab olunmurdu. Mən gedib universitetə girəndə Leningradda bilsəydim ki, bu nəsə, mən baxdım, harada çox konkurs var da, bilsəydim ki, bu xörək bişirmə sənətidir, bizdə kənddə də pis baxırdılar, kişi xörək bişirmə getməzdim. Nə çəkdi sizi? Bax, Tahir müəllim, ümumiyyətlə bu sənəti, bu məsləyi seçməkdə sizin bir şəxsi istəyiniz olubdu, yoxsa bir maraq olub, nə olub? Mən dəlisoy bir oğlan idim və özümü hamıdan ağıllı, hamıdan savadlı, hamıdan güclü hesab eləyirdim. Və mən dedim ki, ən çox konkurs olan instituta girəcəm. Özüm deməliyəm mən kiməm axı. Halbuki mən əskərlikdən gələndən sonra 4-3-lə girə bilərdim. Axşam partiya məktəbini qurtarmışdım falan. Getdim, özü mən 3 mənə verə bilməzdilər. Mən gərək yaxşı, əla qiymətlərlə girəydim. İddialıydınız. Yenə deyirəm, özümü çox ağıllı falan, hər şeydə güclü. Desinlər ki, görsünlər, nə tərə olandı. Özdə mən rus dilini orta məktəb Azərbaycanca oxumuşam. Amma imtahanları rusca verdim. Və orta məktəbi qutaranda da papa, mama, daynadan başqa rus dilində heç nə bilmirdim. Və mənim rus dili müəllimlərim dünyaya çıxmağınıza kömək edir. Mən rus dilinin öyrənəndə qrammatikanı zadı da öyrənməmişəm, amma mən onlardan daha rus dilində şeirlər yazıram filan, hər şey yerindədir. Oraya girdim, düzdür, baxdım, qabaqca teatralni institutda bir yerə 22 nəfər var idi, amma artist sənəti, kişi sənətidir. Bizdə kənddə belə pis baxırlar ona. Ona görə o düşüncə ilə çıxmışdım da. İnanın, mən Leningradda aparırdılar, Ermitaja getmişəm. Orada rəsmlər var da, qadın rəsmləri var, ona baxıram və ətrafıma baxıram, görüm mənə baxan varmı ki, mən ona baxıram. Bu düşüncə ilə çıxmış adam idi, oğlan idi, çəkki bir. Müəyyən stereotiplər. Orada keçib özümü sübut oraya girdim. Girəndən sonra başa düşdüm ki, bu nə sənətdə, amma müəllimlərim çox güclü oldular. Mənim bütün bildiklərimin ən yaxşı hissəsi müəllimlər verib. Bilmədiklərimi ya səhvlərim də, mənim öz səhvlərim də nəsə hardasa mühazirədə nəyisə buraxmışam ya da yaxşı başa düşməmişəm. Siz müəllim olaraq cəmiyyətə nə qədər yararlı olmusunuz? Bizə şey deyəcəm, minlərlə tələbəm Azərbaycanda və dünya ölkələrində işləyib pul qazanırlar. Avropa ölkələri, Çin, Səudiyyə Ərəbistanı, Qətər, haranı istəyirsiniz, Avstraliyaya qədər mənim, Amerika. Yetirmələrim, aşpazlarım var. Amma üst səviyyədə müxtəlif sahələrdə təkcə kulinariyada deyil, mənim yetirmələrim rəssamlıqda,
alimdirlər, dərs deyirlər. Geyim üzrə dünyanın ən yaxşı mütəxəssisi Çanaqqala Universitetində doktor nauk Minarə Quliyeva mənim yetirməmdir. Naxçıvan Universitetində dərs deyirlər, sənət üzrə dərs deyirlər. Maraqlı. Minarə Quliyeva yeganə adamdır ki, dünyada mütəxəssis, şaman olmadan şaman paltarı geyindirmişəm, bütün ayinlərdən keçirib Monqol şamanlarının icazəsini aldım mən. O elə belə mütəxəssis yetişmir, çox böyük mütəxəssisdir, böyük alimdir. Naxçıvan Dövlət Universitetində mənim yetirməm dərs deyir. Gəncə Texnologiya İnstitutunda dərs deyirlər. Oje artıq daha doğrusu mənim sahəm üzrədir və müxtəlif sahələrdə çoxlu adamlar yetişib və hal-hazırda bir yetirməm Kiyevdə 2 yetirməm doktoranturadadır. Biri mənim qızım o nizami dövrü mətbəximizlə məşğuldur. Artıq bir neçə kitabın mətbəxidir, təkcə tarixi yox. O xörəklərin açılışı, 12-ci əsrdə olan xörəklərin açılışını heç kim eləmir. O eləyir və çox qəribə şeylər ortaya çıxır. O həm dilçidir, həm texnoloqdur. 2 magistraturanı oxuyubdur, 2 sənəti bilir. Bu kömək eləyir ona. Çox hörmətli böyük bir alimimiz, deputatımız Rafael müəllim, onun elmi rəhbəridir. Birisi ki, o həm güclü mütəxəssisdir nizamşünaslıqda və ümumiyyətlə çox güclü bir mütəxəssis, sevdiyim insanlardan biridir. Sağ olsun ki, imtina eləmədi, götürdü. Digər tələbəm Ağa Kərim Şəminçi, inşallah bu ilin axırında o da Kiyevdə doktorluğu müdafiə eləyəcək və bu davam eləyir. Nə qədər tələbələr indi müxtəlif universitetlərdə, xaricdə göndərmişəm indi də. Oxuyurlar. Çox gözəl. Həqiqətən bu sizin bir irsinizin davamı həm də deməkdir. Yəni mənim yox, milli mətbəx irsimizin, amma sizin bir müəllim kimi öz dəstxəttiniz mütləq ki var. Yəni bu məni öyrədiblər, mən də öyrətməliyəm demək, kömək ediblər. Mütləq şəkildə. Tahir müəllim, zaman-zaman ümumiyyətlə Azərbaycan mətbəxinin bu brendləşmə məsələsi mövzu olaraq müzakirə olunur və biz niyəsə ya kör-körənə ya da məntiqli şəkildə hər zaman deyirik ki, türklərin dönəri, gürcülərin xaçapurisi, bilmirəm, digər ölkələrin nəyi və Azərbaycanın nəyi? Hansı yeməyi? Mən sizə bir şey deyim. Yenə deyirəm, bunun tədrisi və kökü olmasa elmi mümkün deyil. Siz Türkiyəni götürsək, bilirsiniz nə qədər alim çalışır orada. Onların çoxu mənim dostlarımdır. Onlar mənlə məsləhətləşirlər. Burada həyata keçirə bilmədim ideyaları mən müxtəlif ölkələrdə həyata keçirirəm. Əgər Türkiyəni götürsək, yüzlərlə alim hər bir xörəyin üstündə işləyir. Oranın turizm, Mədəniyyət Turizm Nazirliyinin bilirsiniz nə qədər kitab buraxıb da Osmanlı mətbəxindən, qədim mətbəxdən filan bunlar işləyirlər. Özdə elə belə yox. Tərcümə olunmur, onun üstə işlənir. Dilçiliyindən tutmuş bütün sahələrə görə mən oradakı elmi konferanslarda iştirak edirəm, universitetlərdə dərs verirəm, çağırırlar tez-tez orada o tədbirlər, aşpazlar, yarışlardan başqa bunların elmi istiqamətdə də çox işləyirik və bunun əsasında da deyin, orada çox hər tərəfli yanaşma ilə ortaya çıxardırlar. Azərbaycanda daha çox çör tatı, vur tatıdır. Bəli. Yəni mən bir neçə ortaya xörəklər qoymuşuq, onları bütün yarışlara aparırlar, bütün tədbirlərdə uşaq plov məsələn o birlər çıxardırlar, haykü ilə təzə bir şey indi yarada bilmirlər. Biz nə qayırdıq? Biz mətbəxi birincisi brend eləmək üçün, məsələn mən təklif elədim, biz ləvəngini dünyada brend eləyirik. Bəli. Amma ləvəngini brend eləmək üçün ləvəngi nədir və onu ortaya necə qoymaq olar? Və yarışlara apardıq, onu tək ləvəngilər yarandı və ilk dəfə tək ləvəngini biz ortaya çıxartdıq. Baxmayaraq ki, bunun texnologiyası 1239-cu ildə olan kitabda var. Amma restoran biznesinə gətirib toyuğu ya balığı sümüklü, bütöv sürənin üstünə qoymaq olmaz. Ona görə mətbəxin modernləşdirməyə başladıq və restoranlara bunu verdik. Azərbaycan mətbəxi, məsələn, biz başlayana qədər bizim restoranlarda, kafelərdə nə dolma verilirdi, nə plov verilirdi, nə o biri xörəklərimiz, çünki oraya uyğunlaşmamışdı. Şah plov
neçə ki xəmir açılırdı, Şahbulov restorana gedə bilmirdi. Amma yuxuya keçən kimi artıq bəli inteqrasiya elədi və o daha Şahbulov asan yarandı, üsulu deyək də. kompaktlı və onun müxtəlif formalarda elədi. İndi bir paylıqlar da var. Bəli. Çox müxtəlif aşpazlarımız da bacarıqlıdırlar, bunu qoydular ortaya. Biz xörəklərimizin bir çoxunu UNESCO-ya gətirdik. Bir çoxunu deyəndə bir hissəsini də və gətirməkdəyik. İndi ildə bir element vermək olur. Sonra ilk dəfə dünyada mətbəxin, milli mətbəxi patentləşdirən Fransa, Azərbaycan və İtaliya bir yerdə başladıq, biz olduq. Və bizdən də çox şey öyrəndilər onlar. Hansı konkret olaraq hansı yeməklərdir o patentləşdirdiyiniz? Məsələn, biz bir 10 növ dolmamızın patentini aldıq. Dolma öndə idi, lazım idi. Şəki paxlavasının patenti olundu və s. Bunları elədik və çıxartdıq ortaya. Bundan başqa 26 Azərbaycan xörəyi poçt markalarında öz əksini tapdı bizim təşəbbüsümüzlə, çalışmağımızla. Əlbəttə ki, bunların dalında bütün bu işin dalında UNESCO-nun fonunun Heydər Əliyev fondu çox bizə böyük dəstək verirdi və cənab prezident də və birinci vitse-prezidentimiz də bizim arxamızda həmişə çox möhkəm dururlar. Onlar olmasa bu işlər mümkün deyildi, dövlətin böyük gücü lazımdır həmişə arxada. Yəni 26 poçt markamız biz beynəlxalq poçt konvensiyasını imzalamışıq və onunla Azərbaycanın milli mətbəx hifzi kimi qorunur. Vaxtilə 98-ci, 99-cu ilin sonu 2000-ci ili 21-ci əsr və 3-cü minilliyi qarşılamaq haqqında Heydər Əliyevin bir sərəncamı oldu və orada bir şeylər yazılmışdı və onlardan biri də Heydər Əliyevin sözü idi ki, Azərbaycan mətbəxi bizim tarixi milli irsimiz kimi qorunmalıdır. Yeni Azərbaycanın mədəniyyət qanununda biz yeni qanun hazırlayırdıq mətbəx haqqında. Mənim hazırladığım qanun üstə işlənildi, Rusiya onu qəbul elədi, Duması. Amma burada bunu gətirmək üçün çox əziyyət çəkdik, amma mədəniyyət qanunun 37-ci maddəsinə sala bildik ki, Azərbaycan mətbəxi Azərbaycanın milli irsi kimi qorunur. Bu sözü Heydər Əliyev işlətmişdi və onun sözü yerdə qala bilməzdi. Və bu təbliğatda əlbəttə ki, Heydər Əliyevin həmin sərəncamı, ondan qabaqki sərəncamlara bayaq deyirəm, arxamızda bizim dövlət var idi deyin, hər şey eləyə bilirdik. Bu da poçt markaları da yarandı, o da oradan qorunur irs kimi. UNESCO-da qorunur, patentlərdə qorunur burada. Xörəklərin paspartizasiyasına başlamışdıq biz. İndi bizim bəzi qurumlar səs-küy elədilər, güya nəsə eləyəcəklər, heç nə də eləyə bilmədilər və eləyə də bilməyəcəklər. Çünki işi mütəxəssis görməlidir. Elmi əsaslarla və bunları gətirəndən sonra tutaq ki, Ləvənginin, mən danışım brenddən soruşdunuz, bu çox maraqlı məsələdir. Bəli. Ləvəngini niyə brend eləyə bilərik? Ondan ötəri biz Lənkəranda UNESCO-da mətbəx paytaxtı elədik. Bəli, bəli. Ləvəngi sözü 16-cı əsrdə Ləganə xörəyinin adındandır. Biz qarına oxşayan məişət əşyasına ləyən deyirik də. Ləyən, düzdür? Qarına oxşuyur. Bu da heyvanın qarnına deyilirdi, mədəsinə. Biz indi də mədəyə qarın deyirik, heyvanın. Bəli, içalaq qarın, bəli. Qarnını pişirir. Amma əslində bu mədədən gedir. Bu mədədir də. Ləyən sözü oradan da var. Burada Ləvəngi sözü bir Lənkəranda var, bizim cənub zonasında qalıb interpretasiya. Biz də qarın otaran adama ya yekə qarına Ləvənd deyirik. Ləvənd adamdır. Ləvəngi sözü Əfqanistanda var və Hindistanda var. Amma bizdə bu var. İndi buraya yanaşsaq biz desək ki, biz toyuq ləvəngisini eləyəcəyik. Ya balıq eləyəcəyik. Bütün dünya deyəcək ki, Amerika deyəcək ki, mənim milli simvolumdur ki, doldurulmuş hinduşka. Bəli, bəli. Rus deyəcək, farşirovanlı kuritsa, balıq mənimkidir. Aləm qarışacaq bir-birinə. Ona görə incə bir yol, bizim kütüm var da, başqa ölkələrdə yoxdur. Kütüm ləvəngisini eləyirik. Necə ki, Sadıqcanın tarından sonra UNESCO-da tar bizim oldu. Senədə çalınır, çünki o bir ölkələrdə də var idi. Çox incə işlədi Mədəniyyət Nazirliyində, çox işlər görürlər orada. Və kütüm ləvəngisini biz eləsək və Ləvəngi festivalının birincisində Lənkəranda keçirdik.
və Ləvəngi festivalları daimi olaraq beynəlxalq səviyyədə keçirilsə, hər kəs öz doldurulmuş xörəklərini orada göstərsin. Azərbaycanın özündə müxtəlif bölgələrdə, məsələn Qarabağda içi doldurulmuş quzu, Ləvəngi quzu demirlər, qurğut deyirlər. Bəli, bəli. O birində doldurma deyirlər filan. Bunların hamısını oraya yığıb gətirsək və sonra bunu patentləşdirib, düzəldib, ortaya çıxardıb onu brend eləmək olar. Lənkəranın brendi. Hər rayonun öz brendi olmalıdır. Hər bölgənin Kətçi önündə gələndə onu bişirib qonağa versin, restoran versin, kənd turizmində həyətində qulluq eləyə bilsin də və bunları da onlara öyrətmək lazımdır və bu qadın resepturalarına. Yəni brend eləmək üçün müəyyən addımlar atılmalıdır. Ondan sonra bunu dünyaya çıxartmaq lazımdır. Nail olmuşuqmu hansısa yeməyimizin brendləşməsinə? Məsələn, dolmanı biz brend elədik də, həmin patenti var. Türkiyənin məsəl üçün yüzlərlə yeməyini, keşkə yeyiblər falan var. Bəli. Amma bizdə baxın ki, kababı, çox balaca bir təşkilatın ildə maksimum 200 min pul ayrılan, onun da yarıdan çoxu maaş idi, 30-40 min arenda idi filan. Bir təşkilatın gördüyü bir qlobal iş var ortada. Azərbaycanda qidanı öyrənən heç bir institut yoxdur. Azərbaycanda Tibb Universitetinin nəzdində Sovet dövründə qida və məişət gigiyenası fakültəsi var idi. Marina Qasananın rəhbəri eləyirdi. O Moskvaya qida institutuna gedəndən sonra qida sözünü götürdülər, məişət gigiyenası qaldı. Orada bizim dostlarımız da rəhbəri eləyən falan. Tibbi bir tərbiyə üzrə indi haki nutrisiologiya, nə bilim, dietologiya mütəxəssis yoxdur. 2-3 aylıq kurs qutarmaqla mümkün deyil. Keçən dəfə mən orada bir dedim də mühazirədə oxudum. Universitetdə 5-7 il bunlar oxumalıdır. Yoxdur, bizdə olmayıb. Türkiyədən gəlmiş bir mütəxəssisi mən yetişdirdim, qoydum. İndi Tibb Universitetində nəsə bir bölmə fakültə açılır. İnşallah Allahın köməyi ilə yaxşı olar. İnkişaf eləsin. Bir 5-7 ildən sonra bizim əsl dietoloq və əsl nutrisioloqlarımız olacaq. Bunlar bilmirlər bu nədir, özləri də bilmir. Məsələ ondadır ki, əlbəttə, akademik tərəfləri yanıma bir məsələnin. uşaq gəlibdi, uşağın rəngi, ruhu yoxdur, dimağı. Deyir, nədir? Görürəm də, dəmir azlığı var, deyir ki, yoxlamışıq dəmir azlığı, amma düzəlmir, niyə? Dietoloq nə yedin? Dietoloq nə yazıb? Alma yazıb, çoğundur yazıb. Bax, elə bu mövzuya istəyirdim gələk, maraqlı. O bəhəriz, ola bilsin həkimdir, bilir ki, ya da bioloqdur, nədir, bilir ki, bu almanın nəzdində dəmir var tərkibində və yaxud da çuğundurda var. Uşağın boyunun artmağı üçün provitamin A yer kökündə var. Bunları təyin eləyir. Amma bu bədbəxt bilmir ki, alma yeyəndə uşaq onun şirəsini içəndə və yaxud da çuğundur yeyib şirəsini içəndə bu dəmir bədənə sorulmur. Uşağa dəmir lazımdır, bu bitkidə var, ver qoy düzələcək. Əslində onu depo kimi qəbul edir, amma sovrulmur. Səbəb nədir? İndi məsələn yer kökü verir bədənə, uşağın gözü parıldamalı, dərisi, inkişafı yaxud da qadının dərisinin yaxşı olması üçün yer kökü yeyib, provitamin var, amma sorulmur. Çünki onun sorulması üçün o, görürsünüzmü, xaricdə yaradılmış bu açar yeməklər, qalyanaltılar, salatlar, üstünə mütləq yağ zad dökülürlər. O provitamin A yağda həll olan vitamində orada həll olmasa bədənə sorulmur və yaxud da təyin eləyir C vitaminini, bu bitkidə var, amma pişirəndə o bitkidə C vitamini ölür. Və yəni nutrisiologiya, yəni tibbi bilməlidir, bədənin fiziologiyanı, qida fiziologiyasını bilməlidir, buradan gəlməlidir, texnologiyanı, hazırlanma texnologiyasını bilməlidir və gastrosofiyanı bilməlidir. Bunun psixofizioloji təsiri də var, bunun nə qarışıq adamın bədənində, bu adam necə düşünəcək, necə hərəkət edəcək, necə sosiallaşaq. Bu üçü bir yerdə bilinməsə, bunun əmələ gəlməsi, ortaya çıxarılması mümkün deyil. Hərə bir böyründən tutub, məsələn, yağ yeməyin. Öldürürlər də. İndi mağazada satılan yağı yemək olmaz, o adamı öldürür, məhv eləyir. Amma quyruq yağını hələ quyruğu düzəldə bilmirlər. Quyruq yağını nə qədər istəyirsiniz yeyin. Quyruq yağı, siz bir beyinə baxanda, biz bağır beyin pişirəndə quzunun beynini zadı çıxardırdıq. Əlini vurursan, görürsən ki, yağdır bu, bütöv yağdır.
Amma biz yağı çıxart deyirik. Beyin boyu Bitki inkişaf yağı, eləməsin. Bəli. İndi xolesterin Sovet dövründə 260-dan aşağı düşəndə həkimə göndərirdilər ki, görün nə olur. İndi 160-dan yuxarı olanda aləmdə... Amma bunu Dərmən, müqayisə eləyirlər ki, o zaman ekoloji böhran, hərəkətsizlik, mən üzr istəyirəm, çox başlarını daşa döyürlər, mən bir başa deyəcəm. Deməli, böyrək üstü vəz işləməyəcək xolesterin. Xolesterin olmasa. Halbuki biz çıxardırıq hal-hazırda xolesterini rasiondan. Testosteron ifraz olunmayacaq, cinslər arasında çəkicilik yoxdur, dayanacaqdır. Oğlanlarımız qız istəmir, qızlarımız da oğlan istəmirlər, nəsil davam eləmir. Yəni o dərəcədə genetik bir faktora təsir göstərir. Çox güclüdür. İndiki alim, mən bir elmi konferansda dedim, hörmətli bir professor çıxış elədi, çox gözəl, nə bilim, mütləq meyvələr, göyərtilər yeyilməlidir, bunlarsız olmaz filan, antioksidantarsız yaşamaq olmaz. İndi mənə çuqcaların yeməyini göstərin, yoxdur, göyərtə heç nə yoxdur. İqlim məsələsi bəs fərqli. Tək iqlim məsələsi, o da təsirdir. İndi mən gedin Hindistanda baxın, hamısı ot yeyir də, ot yeyənlər orada çoxdur. Ət yeyənlər də, mən yakutlarla dostam, onların da yeməyinə baxırsan, ət yeyənlərdir. Azərbaycanda həm ət, həm ot yeyirlər. Amma xəstəliklər yaş həddi 5 il, 3 il fərqi ilə təxminən eynidir. Bunu aydınlaşdırmıram. Mən orada tələbələrə dedim, nə mənə inanın, nə digər professorlara, nə ona buna. Biraz düşünün. Hər bir mühitə uyğun bir qida formalaşır. Bəli, siz zamanında da demişsiniz o fikri. Qadınlarımız bir arada bir dəbə salmışdılar, duzsuz pəhriz. Pəhriz mütəxəssislər öldürür. Avropa qadınları tərləmir bizim qadınlar qədər, bizim kişilər qədər. Bədəndən o qədər duz xaric olmur ki, o qədər duz qəbul eləsinlər. Və duz qəbul eləməyən də tərdən çıxan duzu hüceyrə büzüşür və qocalma prosesi başlayır. Siz niyə cəmaatın önünü yıxırsınız? O başqa cürdür. Bizdə ən çox pul qazanan epilyasiya mərkəzləridir. Çünki millət tüklüdür və tərləyir. Avropada o qədər mərkəz yoxdur, axı tük o qədər yoxdur və o qədər tər də çıxmır. Yəni birbaşa bu qidaya toxunan və duz məsələsinə İndi dəbə ki, süd məhsulları məhv edilir. Tayr müəllim, laktoz, fruktoz, Çinlilər sağlam qidaları düzdür, amma onların bədənində laktozanı həzm eləyəcək maddələr yoxdur. Bəli. Laktobaktériyalar yoxdur, iş eləmir, partlamaya düşürlər. Bəli, günəşin daha çox olduğu ölkə. Daha partlamaya düşürlər. Bir də Allah Taala bir bölgü veribdir. Əgər Çinlilər, Koreyalılar, Yaponlar süd məhsullarına keçsənlər, Türk xalqları, İslam millətləri acından qırılar. Birisiz qiymət araya gedər. Çin başlasa ət yeməyə, Hindistan başlasa ət yeməyə, Yaponlar. Biz onsuz da ətin qiyməti arada. Bu bölünübdür. Bütün dünya müsəlman olsa, donuz ətini yeməyəcəklər. Qoyunla mal bizə çatmayacaq. Dünyada bir ilahi bölgü var və ona uyğun bir tarazlıq yaranıb. Quranda da deyir, mən deyir, tarazlıqda yaratdım, bu tarazlığı pozmayasınız. Balans var da, bunu haykü ilə, yalandan, bu şeydir, bu ziyandır, bu xeyirdir. Təbliğatlar, xüsusi təbliğatlar. Hər bir meyvəni götürsəniz, hər bir əti, nə istəyirsiniz götürün, hər bir ərzaq, onun mənfi və müsbət tərəfləri var. Şəkər xəstəliyində əlbəttə ki, çox şəkər vermək olmaz. Balı çox yemək olmaz. Şəkər xəstəsi bal yeməlidir, beyin şəkərlə işləyir. Amma tutaq ki, daha yaxşı akasiya balıdır. Yaxud da şabalıd balıdır. Onların tərkibində saxaroza demək olar ki, yoxdur. Səhər-səhər bir qaşıq balı, bir çay qaşığı balı şəkər xəstəsinə verin. 1-2 saatdan sonra, yarım saatdan sonra yoxlayın, şəkərini ölçün, sonra bir də ölçün. Heç bir fərq verməyəcək. Bəlkə də düşdü. Bu ağılla, bu düşüncə ilə ölkədə biz brend yaradıb, təbliğat, mətbəxi yerinə qoya bilməyəcəyik. Neçə ki, tədris sistemindən ictimai restoran üzrə işçilərin həm tədrisi çıxartdılar. Təsəvvür edin ki, qidanın içinə salıblar, qida sənayesi, zavodda, indi restoranda o alınmır axı. Zavod bir məhsuldan milyonlarla buraxır, burada müəyyən bir çeşni ilə, menü deyilən şeylə işləyirlər və əlavə zal da var.
bu xidmət göstərməlidir. Yeməyi burada yedirtməlidir. Qida sənayesindən aldığı yeməyi para evdə bişirəcəksən, qızdıracaqsan, amma burada hazır verir. Bunu tam sağlam gətirib çatdırmalıdır. Düzdür? İyaşə üçün tutaq ki, yeməkxanalarda, xəstəxanalarda verilən yeməklər elə bilirlər ki, cəmaata xeyirdir. Mən getdim bizim sanatoriyalarda oldum. Bəli, Məsələn, Naftalanda adını. xəstəyə çox gözəl kömək eləyir və qaldırır ayağa. Amma Naftalandan çıxan xəstələr və ona görə də adamlar sonradan azalırlar. 50%-ə qədər həkimlərin zəhməti havaya gedir. Çünki orada 3-4 cürə suda pişmiş yeməyə qoyurlar, göy bu pəhərəzdir, onu it də yeməz. Cəmaat gedir o birindən yiyir və o aldıqları sağlamlıq effektinin 50-60%-ni itirirlər. Bu sağlamlıq turizminə də mane olur. Bizim sanatoriyalarda qida sistemi çox dəhşətli bir vəziyyətdədir. Niyə Tahir müəllim, bu qədər görülən işlərin qarşısında bir Çünki o sahə halda üzrə ki, turizm qidaya da bağlıdır, bir pəhriz mənalı. bacısı, bir pəhriz aşpazı indiyə qədər hazırlamayıb Azərbaycanda. Bayaq Pəhriz dediyiniz üzrə həkimləri Universiteti, demirəm, hələ aşağı kişilər belə hazırlanmayıb. Yox. Universitetində tədris məsələləri. Gərək bu indi yavaş-yavaş düzələcək inşallah. Birdən-birə. Amma bilirsiniz, keçən ildən 2024-cü ildə Ermənistanda elə bir Paşinyanın 31 oktyabrdakı çıxışından sonra onlar bu mətbəxi tamaz aparacaqlar. Biz Mikayanın elədiyi işləri və o dövrdə olan, Sovet dövründə olan işlərin hamısını məhv elədik, qabağını aldıq. Bu illərdə dünyanın bir yarışında, bir elmi konferansında, bir tədbirində Ermənistan iştirak edə bilmədi. Amma indi onlar dövlətin təhlükəsizlik strategiyası əsasına qoyublar və milyonlarla pul ayırıb. Tahir müəllim, bax elə gəldik bu biraz siyasi mübadilə məsələsinə çıxdıq. Çox maraqlıdır. Sizin fəaliyyətiniz dövründə biz açıq-aşkar həqiqətən güclü təbliğat, ən azından bizim kitab səviyyəsində, ən azından, yəni müxtəlif dillərə tərcümə olunan belə bir agitasiya bumu yaşandı. Sizdən sonra nələr baş verdi və bu təbliğatın sonu nə olacaq? Mən sizə bir şey deyim. Milli Kulinariya Mərkəzi mənim öz balam kimidir. Mən istəyirdim ki, mən çıxanda da dedim ki, orada mənim bir neçə yetirməm var idi. Onlardan biri rəhbəri qoyulsun. Təəssüf ki, bizim çox hörmətli jurnalistimiz, bizim dostumuz, çox gözəl yazar və Türkiyədə onun kitabları çıxır. Çox gözəl jurnalist Orxan Fikrətoğlu'nu qoydular. Təbii ki, onun işi deyildi. Və yadınızdadırsa, Turizm Agentliyin rəhbərliyi də Azada xanım çoxlu hay-küylü şeylər verdilər, intervyular, hər şey dəyişəcək, super olacaq, falan, Allah eləsin. Biz də onu arzuluyurduq da. Amma mən oradan çıxandan sonra 22-ci ilin mart ayının 17-sində mən işdən çıxdım. Bu günə qədər o vaxtdan hələ hardasa 3 il keçibdi. Və bir neçə rəhbərlik dəyişilib. 4 direktor dəyişib. Bəli. Orada nə olacaq? Dəhşət. Siz ona bir aman verməlisiniz ki, bu adam bir özünü tanısın, ha? Ən layiqli namizəd kimi sizin düşündüyünüz kimsə var idimi? Dediniz az öncəki içəridə bir nəfər. Tələbələrimi deyirdim, var idi, indi də var, güclü adamlar aparıb orada kimi qaldı, o yaxşı mütəxəssisdir, yaxşı maaş verilməlidir. Onlar məni kimi dəli deyirlər ki, gedib qəpik quruşa işləsinlər. Oradakı maaşlar o qədər də deyim ki, adi aşpaz orada maaş alan direktordan 5-6 dəfə artıq maaş alır. Bəli, gəlir əldə. Orada işləmək üçün güclü, bacarıq lazımdır. Kənardan pulları ora gətirmək, cəlb eləmək. Orada biz başqa bir sistem qurmuşdum, işləyirdik. Və mən oradan çıxandan sonra, siz jurnalistsiniz, məndən yaxşı bilirsiniz. Nə iş edirsiniz, neçə kitab çıxıb, nə qədər dünya konferanslarında yeni elmi hansı nailiyyətlər ortaya qoyublar, hansı tapıntılar var, nəyi araşdırıblar. Bu araşdırmaların heç biri görsənmir. Və mən oradan çıxandan sonra, bax, həm də ki bir qəribə şey var. Bizim Turizm Agentliyi Nazirlər Kabinetinin qərarına baxmayaraq, özünün əlinin altında olan və özünün əsasnaməsini təsdiq elədiyi ki, burada elmi şura olmalıdır, elmi təşkilatdır. Oranı elmi təşkilat kimi rəsmi olaraq tanımır. Yəni, orada ermənilərə qarşı verilmiş cavablar, dünyada olunan işlərin heç bir elmi deyil. Və cavabsız qalır da, belə deyək. Başa düşürsünüzmü?
bu hansı münasibətdir bilmirəm. Nədir bəs Tahir müəllim, gəlin elə açıq danışaq. Məqsəd nədir? Yəni bu qədər bizim təbliğat maşınımız üzü bizim ulu öndərdən bu yana deyək ki, görülən işlərin qarşısının alınmasında məqsəd nədir? Vallahi mən başa düşmürəm onu. Mən indiyə qədər bilmirəm. Mən heç kimsə mənə izah eləmədilər ki, sən niyə işdən çıxardırıq? Niyə mübarizəni dayandırdınız? Bəlkə mən hörmətli Azada xanım bir yerdə dedi ki, siz cavanları qabağa qoymadınız, birdən Azərbaycandan sizdən başqa beynəlxalq juri səviyyəsinə çıxan olmadı. Adamların yanında dedi, axşam özünə göndərdim məktubları. Onun özünün imzaladığı məktubu ona göndərmişdim ki, bu 20 nəfər, 25 nəfər var. Bunlar hazırdır, bunu kursa göndərək. O vaxtı bilməm 200-350 evro pul ödəmək lazımdır adam başına. Neçəsini bacarırsınızsa göndərin. Nə oldu bəs? Üstünü yazıb özü də göndərməyib. Göndərilmir. Amma böyük günahkar mənəm. Başa düşürsünüz? Orada mən elə bir 16-cı ildə Dünya Təşkilatının başına gələnlər 7 nəfər idi. 7 qrupa gəlməli idi. Bir qrupda mənim qrupum idi. Axıra 2 qrup qaldı, mən və o bir qrup, Thomas Kugler. Onlar gəldilər. Bütün dünya ayağa durdu. Ermənilər ki, bu Tahir gəlib orada prezident olsa, növbəti prezident odur, ya onların qrupudur. O olsa tamamilə dayanacaq Ermənistan mətbəxində heç nə eləyə bilməyəcəyik. Və onlar öz saytlarında bir də bir qəzet resurs var idi. Nəsə Armeniya, Sputnik Armeniya. Orada da yazırlar ki, nə etmək lazımdır? Bunu ləkələmək lazımdır dünya təşkilatlarında. Azərbaycandan dünya təşkilatından məndən klyauzalar getdi, danoslar getdi, məktublar, hətta məktubun biri məhkəmədə, 3 il məhkəmədə qaldıq. Ali məhkəməyə kimi getdik, gördülər ki, yazılanların hamısı yalandır. Amma orada zərbə vuruldu. Mən axı orada diktavat eləyirdim artıq. Biz yüksəkdə idik. UNESCO-da da bizim sözümüz keçirdi. Dünya Xalq Yaradıcılıq Təşkilatında mən qida komitəsinə sədr eləyirdim. Hər yerdə Azərbaycan artıq rəhbərlikdə diktavat eləyirdi. Bu Avropada olan o rəhbərlərə də xeyir eləmirdi. Buradan danoslar getdi. Dalınla başladılar burada mənim haqqımda müəyyən işlər görməyə. Güya yazdılar ermənilər ki, milli kulinar əsası parçalayıb çoxlu assosiasiya yaratmaq lazımdır. İndi bir 5-6 assosiasiya var. Təbii ki, sponsorların gücü parçalanır. Xırda yarışlara, nə bilim, çempionatlara, belə şeylərə pul gedəcək, amma cəmləşilən bu elmə bir istiqamətə gedə bilmir də. Bir olanda güc bir yerdə olur, bir yerə vurulur zərbə. Milli Kulinariya Mərkəzini də ya ləğv eləmək, ya Tahir Əmiraslanov oradan çıxartmaq lazımdır. Ermənilər yazmışdılar. Və bütün bu şeylər mən birinci dəfə öz postlarımda qoydum. Facebookda 17-ci ildə, 18-ci, 19-cu ay millət sevərlər, belə bir bəla var. Baxın falan, bunları dayandırmaq lazımdır. Və mən yazdıqlarım, ermənilərin yazdıqları bir-bir həyata keçirildi. Və mən düşünürəm ki, bunu Ermənistan kəşfiyyatım elədi, onlarla bağlı olanlar elədilər. Arada bir prezident töhmət verəndə orada bir ifadə var idi ki, bunlar xaricə nəsə sızdırıblar. Mən oradan da şübhələndim, dəqiq bilmirəm, amma indiyə qədər bilmirəm. Sadəcə olaraq bunun kimə xeyir elədiyini bilirik. Kimə? Ermənilərə xeyir elədi. İşte o dünya təşkilatına gəldilər. Bu bir mənalı, bəli. Onların 250 xörəyimizi öz milli irs portallarına yerləşdirdilər. Nə bilim, medal aldılar dünyada, çıxdılar, təbliğatları gücləndi və axırda qərar da verildi bu sahədə. Bu, bunlara xeyir oldu. Amma dəqiq deyə bilmirəm. Bu ehtimallardır yalnız. Tahir Əmiraslanov sadəcə, belə deyək də, loru dildə desək, həm bu sahə üzrə müəyyən statusunu və kreslosunu itirdi. Amma bugün hansı formada? Mən üzr istəyirəm. Nə statusunu? Yox, nə kreslonu itirmədi. Yox, yəni ad baxımından deyirəm. Siz ad baxımından da heç nə itirmədi. Bugün olduğunuz postda nə edirsiniz? Mən bugün ictimai təşkilatın rəhbəriyəm. Tahir müəllim, kreslo o mənada deyirəm ki, biz dədə-babadan bu kresloya öyrəşdik. O kreslonu da mən yaratmışdım. Yəni, o baxımdan. Mən Bakıya gələndə məni 89-da heç kim tanımırdı. Tahir Əmiraslanov adı hələ marka deyildi. 91-də il yarımdan sonra o kreslo yarandı. İndi məni çıxartdılar ki, Tahir Əmiraslanov həm tanınır, həm artıq bir ad da var ortada, həm təcrübə var. O vaxt təcrübə yox idi. Bilirsiniz, bir şey var. Bunlar başa düşmürlər ki, dəmiri döydükcə, dəmir döyülməsə polad olmur, bərkimir. Polad eləmək üçün onu gərək döyəsən.
Bunlar məni döyməklə elə bilirlər Daha ki, da maziyam güclənir. eləyirlər. Bunlar başa düşmürlər ki, xəmiri sıxdıqca, yoğurduqca o daha bərəkətli olur, pırtlayır, çıxır, daha elastik olur. Buna Siz əksinə buna güclənirsiniz. qanmaq lazımdır, buna baş lazımdır ki, Bəli. bunu başa düşərlər.